Məsələyə sırf dini baxımdan yanaşanda, bizim dinimizə görə, dini ənənələrimizə görə ümumiyyətlə 6 aylıqdan aşağı heyvanın kəsilməsi düzgün hesab edilmir. Və qurbanın da şərtlərindən biri odur ki, heyvan ən azı 6 aylıq olmalıdır və bu adətən bütün müsəlman ölkələrində gözlənilir. Ərzaq təhlükəsizliyi baxımından, həm dini baxımdan bu məsələlərdə hər kəsin diqqətli olmasına ehtiyac var. Yəni mən hesab edirəm bu həm də bir insanlıq borcudur. Yəni 6 aylıq olmayan bu heyvanlar, yəni bu quzular eyni zamanda çox az yaşda sayılır və az yaşda hesab olunur. Ola bilsin kimsə bunun ətindən istifadə edərək müəyyən bir dövr üçün özünü xoşbəxt hiss eləsin. Amma biz real vəziyyətə gəldikdə isə bu sürətli formada heyvanların azalmasına aparıb çıxaran bir məsələdir və eyni zamanda da bizim ənənələrimizdə də, bizim dini məsələlərimizdə də bu məsələ xüsusi vurğulanıb ki, az yaşlı heyvanlarla bağlı məsələlərdə hər kəsin bu qaydanı gözləməsinə ehtiyac var. Ona görə biz bir daha müraciət edirik ki, həm Qurban Bayramı dövründə, eyni zamanda ondan əvvəl və sonraki dövrdə insanlarımız bu cür əməllərə yol verməsinlər. Bununla həm ölkəmizin ərzaq təhlükəsizliyinə öz töhfələrini verərlər, eyni zamanda da dinin qaydalarına da əməl etmiş olarlar.